Ay Vüsale xanım, necəsiniz? Salam müəllim, siz necəsiz? Mən yaxşıyam, siz necəsiz? Yaxşıyam, sağ olun. Heç səsiniz yaxşı gəlmədi, yenə nəysə. Arkadaşlar, açıram sandığı, tökürəm pambığı. Bizim testlərimiz nə idi? Countdown 2 idi elə. Ay maşallah, haralara qədər gəlib çıxmışıq. Bir şey qalmadı ha. Neçə günümüz qalıb arkadaşlar? Deyəsən 23 gün olmalıdır. Gözəl. 23 gün. Koskoca 23 gün. Dibiş, ay Diablo, necəsən? Diablodan səs gəlmədi. Yaxşılıq mənim, sağ olun, sizə tərs. Yaxşılıq. Nə xəstəliyi tutubsan, ha bala? Girib həmən mənim öskürürəm bir də. Hə. Bax, Arada bu yağışlı havada deyirdim, ha, baş açıq getmə, əyni qalın get, görsən, eşitmirsiniz böyük sözün, sonra da pis-pis xəstəliklər tutub, bir dərsdən qalırsınız. Hə. mən papaq da qoymuşdum. Özə Prosta qrip ondan əvvəl xəstəliyin də ağrıydı. pis tərəfi odur ki, adamın IQ-su düşür. Hər dəfə askırdıqca beyin sarsıntısı keçirdirsən sən. Olan qalan da getdi. Olan qalanı bəli. Hər dəfə askıranda beynin qırışı biraz açılır. Hər dəfə askıranda beynin qırışı biraz açılır. İmtahana qədər beynin dümdüz olacaq. Yeni nəzəriyyə irəli sürmüşəm. Arkadaşlar, hansını səhv eləmişik? Harda yanlış yapmışıq? Deyin görək, onları düzəldək. Slave of Cats, necəsən? Pişiklərin qənimi. Səsi çıxmır ey qızım. Müəllim 32-yə baxa bilərik. 32 baş üstə baxaq. 29. 26-ya baxaq. Gördünüz? Neçə? 26, 29? Bəli. Yaxşı, 26-ya da baxaq. Baxın arkadaşlar, belə bir şey deyir, ay qarınqullar, sizin üçün də elə. Müştərilərinə 3 müxtəlif yemək, şorba, salat, kabab və 3 müxtəlif içki, çay, qəhvə və meyvə şirəsi təklif edən restoranın daimi müştərisi, arkadaşlar burada lərisi yazıb, müştərisi olmalıdır. Qeyd olunanlardan üçünü sifariş verdi. Baxın, 3 cür yemək verir, 3 cür də içki verir. Başqa bir şey də vermir. Nəsə, bu Cahangirin restoranında ancaq yeməyə nə verir? Piti verir, xaş verir, onun kimi də bozbaş verir. Belə bir şey. Bir qədər sonra ofisant nəyin sifariş olunduğunu unutdu. O bilir ki, sifarişdə heç olmasa bir içki və bir yemək var. Baxın, bir içki və bir dənə də yemək var deyir, elə. Müştəri şorba sifariş edibsə, salat da sifariş edib. Baxın, şorba varsa da nə də var? Salat da var. Sonra deyir, kabab sifariş olunsa, meyvə şirəsi də sifariş olunmuş. Kabab varsa da böyründə meyvə şirəsi də deyir. Çay və qəhvə bir yerdə sifariş olunmuyubdur. Çay varsa, qəhvə yoxdur. Elə? Verilənlər əsasən müştərinin sifarişi aşağıdakılardan hansılar ola bilər? Demir ha hansıdır. Ola bilər. İndi biz nə edirik? Baxın, deyir birincidə çay, salat, meyvə şirəsi. Arkadaşım çay verdi, salat verdi, meyvə şirəsi. Burada problem yoxdur. Deyə bilərsiniz, bəs şorba, kabab. Arkadaşlar, burada deyir şorba olsa salat olacaq. Amma demir ki, salat olsa şorba da olacaq. Yaxud deyir kabab olsa meyvə şirəsi olacaq. Amma demir ki, meyvə şirəsi olsa mütləq kabab da olacaq. Ona görə də çay, salat, meyvə şirəsi ola bilər. Çox mənasız bir menyudur. Amma Bəli, ehtimal var. bildim. Hə. Bir dənə biri səhv yazmışdım. 2 ilə 3-ü düz götürmüşdüm. Şorba, salat, çay ola bilər. Sonra salat, meyvə şirəsi, kabab ola bilər. Heç nə. Amma şorba, salat, kabab ola bilməz. Yəni şorba ilə salatı bildik. Amma kabab olsa bir də meyvə şirəsi olacaq. Onda sifarişi 4-ə qalxacaq. 5-də Bəli. deyir şorba, kabab, meyvə şirəsi.
Şorbanı kabab olanda meyvə şirəsini başa düşürəm. Şorba olsa gərək salat da ola, yenə də 4 dənə olmalıdır, amma deyir 3 dənə sifariş ver. Ona görə 1, 2, 3, yəni C variantı doğru idi. 29-a baxırıq. Bəli, müəllim. Deyir ki, 5 otaqlı mənzilin otaqların qapıları K, L, M, MP 1, 2, 3, 4, 5 nömrəli açarlarla açılır. El açarı nömrəsi K-nın açarı nömrəsindən böyükdür. Baxın, nömrələr yazıram. 1, 2 bildir ki, 3, 4, qapını ört, 5. Bu arada qapılara aid olan məsələdə axır ki, bu tutdu. Elin nömrəsi K-nın nömrəsindən böyükdür. Əla. 3 və 4 nömrəli açarlar M və P-yə aiddir. İndi məsələmiz burasındadır ki, M açarının nömrəsi K açarının nömrəsindən kiçikdir. Elədirmi? Elədir. L açarının nömrəsi neçədir? N ilə P, N ilə P 3 və 4-dür, elə deyilmi? Ha? M Bəli. açarının Bəli. nömrəsi də K açarının nömrəsindən kiçikdir. L açarının nömrəsi K açarının nömrəsindən böyükdür. Buraya yazdım K. M K-dan kiçik. L isə nədir? K-dan böyükdür. Elədirmi? O zaman belə çıxır ki, el açarı nömrəsi neçə olacaq? 5. Hı. Yəni, məncə çətin olmadı, elə deyilmi? Xeyr, müəllim. Yaxşı. Neçəyə baxırıq, qoy görüm bu qız nə yazır. Aysu, Aysu. Az yekə qızsan, ona sözdür, deyirsən pis. Heç sənin ağzına yaraşdı mı o söz? Deyir pisəm. Adam niyə pis olsun ki? 32-yə baxırdıq müəllim. 32. Yaxşı olun arkadaşlar, heç biriniz pis zad olmayın. İdman yarışında A, B, C, D və E ölkələrindən 9 idmançı iştirak etmişdir. Yarışa olmalıdır arkadaşlar. Ən çox idmançı ilə qatılan ölkə A'dır. Yalnız C və E yarışı bir idmançı ilə qatılmışdır. Yarışı olmalıdır. Eyni ölkənin idmançıları ardıcıl yerlər tutmamışdır. Birinci, 5-ci, 8-ci yerə eyni ölkənin idmançıları tutub. Arkadaşlar, indi 1-dən 9-a qədər yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Arkadaşlar, C ölkəsilə E ölkəsi bir idmançı ilə qatılıb. Yerdə 7 idmançı qalıbdır. Məsələ burasına ki, ən çox idmançı ilə qatılan da nədir? A ölkəsidir. 1, 5, 8-ci yerləri əgər tutan belə deyim, idmançı A ölkəsindən deyilsə də, A ölkəsində onda 3-dən çox 4 idmançı olacaq. Onda ölkələrdən birinə ya B-yə ya da D-yə ümumiyyətlə idmançı qalmayacaq. Ona görə də belə çıxır ki, 1-ci, 5-ci, 8-ci yerləri eyni ölkənin idmançıları tutsa da, ən çox idmançı ilə qatılan ölkədə A-dırsa da 1, 5, 8-i A ölkəsinin idmançıları tutub. 1A, 5A, 8A. Sonra nədir? B ölkəsinin hər bir idmançısından dərhal A ölkəsindən olan idmançı yer tutmuşdur. B4, A5-dir. B7, A8-dir. Gördünüz, B-nin hər birindən sonra bir dənə A idmançısı yer tutur. C ilə E də bir idmançı ilə qatıbsa da, yerdə qalan 2 idmançı D ölkəsinə düşür. Əla. Bizə deyir, ölkəsinin idmançısı yarışı 9-cu yerdə bitirərsə, E ölkəsinin idmançısı 9-da bitirərsə də, və məsələ də budur ki, eyni ölkənin idmançısı ardıcıl yer tutmayıblarsa da, 2 dənə D ölkəsinin idmançısı 2 və 3-cü yer tuta bilməz. Düzdürmü? Onda D ölkəsinin idmançılarından biri 6-cı yer tutur. Biri isə C ölkəsinin idmançısı ilə bir yerdə 3-cü, 2-ci yerləri bölüşdürübdür. Amma hansı 3-dədir, hansı 2-dədir bilmirik. Bizə deyir hansı idmançısı ABC ölkələrindən hansı idmançısı ola bilər? Neçənci yerdə? 6-cı yerdə. 6-cı yerdə gördüyünüz kimi D ölkəsinin idmançısı ola bilir. Yalnız D, o da A variantıdır. Anladıq bunu? Bəli, çox sağ olun. Sağ olun. Buyurun, neçəyə baxırıq? Neçəyə baxırıq? Uhu, çocuklar. O birisinə keçək müəllim. Aa, Ədəd. keçək. Arkadaşlar, 38-ə qədər sualı olan yoxdur? Yoxdur. Deməli, əjdahadılar. 38, buyurun. 11. 11. Baxaq.
Arkadaşlar, bax burada görürsünüz ki A-dan elə qədər olanlar bir-birindən fərqli rəqəmlərdir. A da ki neçədir? 2-dir. Onda atanın yerinə 2T2 yazıram. Ananın yerinə 2N2 yazıram. Babanın yerinə B2B2 yazıram. Nənənin yerinə də nənə yazıram. Nənə. Nənəm, 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 ay mənim. Hə, bunu da toplayanda nə alınır? Nəsil alınır. Zaten bu boyda yığılıblarsa da nəsil olacaq da. İndi məsələ nədir? Deyir, i-nin ala biləcəyi qiymətlərin cəmini tapın. Birinci biz nə etməliyik? Hələ tək-tək tapaq görək nə nədir? Baxın, B 4 rəqəmli ədəddir, nənə də, baba da 4 rəqəmli ədəddir, nənə də. Və nəsil isə 5 rəqəmli ədəd ifadə edir. 2 dənə 4 rəqəmlinin cəmliyini 5 rəqəmli ədəd alınırsa da birinci rəqəm mütləq neçə olacaq? 1 olacaq. Deyə bilərsiniz, bəs bunlar onsuz da rəqəmlər 2 ilə başlayıbdır. 2 ilə 2 ilə başlayan ədədləri toplasaz, nə edəsiniz? Bunun nəticəsinə təsir eləməyəcəksiniz. Ona görə də n hərflərinin yerinə nə yazıram? 1 yazıram. Özünüz yoxlaya bilərsiniz. Məsələn, 9000 neçə yüzdən ədəd başlayıbdır. Bu birisi də 9000 neçə yüzdür. Bunları toplayanda nə alınır? 18.000 nə qədər? Elə deyilmi? Yaxud da patoloqu 19.000 nə qədər almış ola bilər. Yəni, o tərəfə keçmir ki, söhbət bundan gedir. Yəni, %99 bu vəziyyət almış olacaq. Ona görə də bunu rahatlıqla yazdım. İndi ələrin yerinə 1 yazdıq. Bəs növbəti problem nədir? Növbəti problem odur ki, B-nin üzərinə 1... Müəllimə yerinə biri orada yazmıyorsunuz. İkini, iki. Hə, bu birisinin yerinə 1 yazmamışam. Yaxşı ki, dedin. Burada 1 yazdım. İndi bax, B ilə 1-i toplayıbdır, düzdür. Ə alıbdır, 1 də yaddır. B-nin qiyməti 9 olsa, 9 ilə 1 10 eləyər. 0 yazaraq 1 yadda. Düzdürmü? Ona görə də gəlin elə bunu götürək, B-lərin yerinə 9-ları yazaq. 9, 9. Əla. Məsələ burasına 3 dənə 2-ni toplayanda neçə eləyir arkadaşlar? 6 eləyir. Düzdür. Buradan da ə-nin qiyməti zaten bilirsiniz böyük ədəd ola bilməz ki, bu tərəfə vahid keçsin. Nədən bilirəm? Çünki böyük ədəd olsa zaten 9 ilə 1-i toplayanda 0 eləyər. 10 eləyir də. 0 yazsan 1 yada. Buradan da özünü öldürsə 1 vahid keçsə 1 olar. 1 də ola bilməz. Çünki niyə? N 1-dir. N 1-dirsə də ə 1 ola bilərmi? Xeyr. Ona görə də ən gözəl versiya ə-nin qiymətinin 0 olmasıdır. Və ziddiyyət yaranmır elə də. Ələrin yerinə də qəşəngcə sıfırlarımızı yazaq. Və göz buradan 2, 2, 2, 0 topladın 6. Buradan da 1 ilə 9 toplayıb 10 elədiyinə görə 1 yaddan gəlsən 7 eləyər. Bu tərəfə heç nə keçmir. 9 ilə də 1 10 eləyir. 0 yazdım 1 yadda. 1 də buraya yazırsan qutardı getdi. İndi burada 2, 2, 2 toplayan neçədir? 6. Əla, gözəl. Burada nədir? 9 ilə 1-i toplayanda nə edir? 10 eləyir. 10 olanda burası sıfırlanır, 1 yadda deyirik. O zaman burada qalan i nə olacaqdır? T ilə 1-in cəmi. Yəni yaza bilərsiniz. T plus 1 bərabərdir i. Aha, T-nin qiyməti bilirsiniz 1 ola bilməz. Çünki 1-i işlətmişik. T-nin qiyməti 2 ola bilməz, 2-ni də işlətmişik. T-nin qiyməti neçə ola bilər? 3. T 3 olanda i-nin qiyməti avtomatik 4 olacaq. T-nin başqa qiyməti neçə ola bilər? 4 ola bilər. T 4 olanda i avtomatik neçə olur? 5 olur. Bəs T-yə 5 verə bilərikmi? Xeyr. Niyə? T-yə 5 versə i-nin qiyməti 6 olacaq. 6 da l-in qiymətidir. Yaxşı. T-yə 6 da verə bilməyik, çünki 6 işlənib. 7 də verə bilməyik, 7 işlənib. T-yə 8 də verə bilməyik, çünki 8 olsa i-nin qiyməti 9 olar. 9 da ki B-nin qiymətidir. Nəticə etibarilə T cəmi 2 dənə qiymət ala bilir. Nə? 3 ilə 4. I də cəmi 2 qiymət ala bilir, 4 ilə 5. Və beləliklə də nə olur? Bizə deyir, i-nin ala biləcəyi qiymətlərin cəmini tapın. 4 ilə 5-də, ondan da cəmi neçə edir? 9. B variantı. Sonra nədir? Harda problemimiz var? Nerede yanlış yaptık? 15. 15. Rəqəmləri sıfırdan və bir-birindən fərqli olan ABC ədədlərinə neçəsi B bölü 3 bərabərdir A minus C şərtini neçəsində B bölü 3 bərabər A minus C şərti ödənilir. Arkadaşlar,
Burada yazıq B bölək 3 bərabərdir A minus C. Deməli, B 3-ün misli olan ədəddir. Çünki 1 3-ə bölünmür, 2 3-ə bölünmür, 4 3-ə bölünmür, 5 3-ə bölünmür, 7 8 3-ə bölünmür. Onda B üçün 3 versiya var. 3 ola bilər B, 6 ola bilər, 9 ola bilər. A, B-nin qiyməti 3 olanda 3-ü 3-ə böləndə 1 alındığına görə A ilə C-nin fərqi 1 olmalıdır. A-nın qiymətini onda ən az neçə verə bilərəm? 2. Onda C-nin qiymətləri neçə olar? 1. C-ni yazmağıma ehtiyac yoxdur. A-nın qiymətlərini təyin etsək, hər şey düzələcək. Amma A-ya 3 qiyməti verə bilmərəm, çünki B 3-dür. A-ya 4 verə bilmərəm, çünki A 4 olanda C-nin qiyməti 3 olmalıdır. Onda da nə olur? 4-dən 3 də B-nin qiyməti olduğuna görə C-yə 3 verə bilmərik. Ona görə də A-nın növbəti qiyməti 5-dir. Ondan sonra 6, 7, 8, 9 istifadə oluna bilər. Deməli, beləliklə, burada A ala bilər neçə müxtəlif qiymət? 5-dən 9-a qədər 5 dənə, 2 də burada 6 dənə. A aldı 6 müxtəlif qiymət. A neçə dənə qiymət alacaqsa, C də o boyda alacaqdır. Çünki C A-dan bir vahid kiçik gəlir. Məsələn, burada A 2 olanda C 1 olur. A-nın qiyməti 5 olanda C 4 olur. A 6 olanda C 5 olur. Bu şəkildə. B-nin qiyməti 6 verəndə isə 6-nı 3-ə bölündə 2 elədiyindən A ilə C-nin fərqi 2 olmalıdır. Onda A-nın qiymətini ən azı 3 götürə bilərik. 4 və 5 götürə bilərəm. Amma 6 götürə bilmərəm. 6 B-nin qiymətidir. A-nı 7 götürə bilərsiniz. 7 olanda 7-dən 5 çıxanda 2 alındığına görə C-nin qiymətində 5 götürmüş olacaqsınız. Ziddiyyət yoxdur. A-nın növbəti qiyməti 8 götürə bilməzsiniz. Niyə? Çünki A 8 olanda A ilə C-nin fərqi 2 olduğuna görə C 6 olmalıdır. 6 isə B-nin qiymətidir. Onda A-nın növbəti qiyməti 9 olacaq. Bəs bu halda A neçə müxtəlif qiymət alır? 3, 4, 5, 7, 9. 5 müxtəlif qiymət alır. B-nin qiyməti 9 olanda B-ni 3-ə böləndə 3 alınır. Yəni A ilə C-nin fərqi 3 olmalıdır. Bunda A-nın qiyməti ən azı 4 olacaq. A4 onda C1, A5 onda C2 bu şəkildə keçəcək. Amma A-nın qiyməti 9 ola bilməz, çünki B-nin qiyməti 9-dur. A-nın maksimal qiyməti neçə olur? 8. Və və. Burada 4-dən 8-ə qədər ədədlərin sayı necə? 4, 5, 6, 7, 8, 5 dənə. Oldu mu? Oldu. Bunlar neçə edəcək? 16 edəcək. Deməli, bu şərti 16 dənə ədəd ödəyir. B variantı. Sonra 16-da max AB bərabərdir 36. O səhvdir elə. 36 olmalı. Çünki maksimum AB 36 ola bilməz. Çünki AB maksimum 72 ola bilər. AB-nin cihəti D1 olanda. nə? D1 olanda. Bəli, D1 olanda AB-nin qiyməti 72 ola bilər. Yəni AB maksimum 36 yazması səhvdir. Yazsa AB bərabərdir 36, bu ola bilərdi. AB 36 da ola bilər, 72-də. Amma maksimum 36, uca bu səhvdir. Bəli. Hı. Sonra. 25. Hə, 21. 25. Neçə? 21. 21. Ay arkadaşlar. Ya mən həmişə o deyirdim ki 2017-ci ilin qəbulu çox asandır da. Suallar yəni hər kəsin işləyə biləcəyi tərzdə rahat suallardır. Bax biri də bu 21-ci sual idi. Ay siz mənə peşman elətdirmisiniz. Bütün inanclarımı dəyişdim bu il. Nə bu sualı qadanam, nətər insan səhv eləyə bilər? Bax sizə deyir ki, x ilə y-in XY ədədinin minimal qiyməti neçə ola bilər? Bilirsiniz ki, ədədin onluq mərtəbələrini kiçik götürəsi olsan, x-in qiyməti kiçik olacaq. Yəni ABC-ni 1, 2, 3 qəbul edə bilərsən. Bəli. Onda Onda da x-in qiyməti olar 6. İndi burada B var, 2 dənə də y olmalıdır və deyir hərflər bir-birindən fərqli rəqəmlərdir. Yəni heç biri eyni ola bilməz. Düzdürmü? Ona 4 görə də verək. nədir? Ona görə D-ni də 4. sən götürəcəksən B-nin qiymətini 0.
D-ni də uje ən azı neçə götürməlisən? 4 götürməlisən. Çünki 1, 2, 3-ü işlədibsən. Onda B-ni 0 götürə bilirik. niyə B-ni götürməmisən? nəsə Yazmı vaxt sıfırdan fərqlidir. Bir-birindən fərqli rəqəmlərdir. Sıfır yazmı vaxt ola bilməz. heç nə. Mən bunlarda çox vaxt 0 götürmürəm. Ay arkadaşlar, şərtsiz olanlarda eybi yox. Niyə? Çünki şərtsiz olanlar əslində qalsa doğru deyirlər. Doğru olmamağının səbəbi nədir? Başlanğıc bir dənə şərt olur. Hamısı da onun ardınca gedir. O əslində qalsa doğru deyil də. Tapşırıqlarda necə olmalıdır? Hər bir sualın, hər bir sualın şərti olmalıdır. Şərt verilmədən biz cavab axtarırıqsa da bu tapşırıqlarda təbii ki, yanlış cavablar tapmaq ehtimalımız çoxalır. İmtahanda da belə tapşırıqlar olanda ədədlərlə bağlı həmişə şərt qoyurlar. Sonra 23-ə baxaq. 24. 23'e baxaq, sonra 24. Deyir ki, sual əvəzinə uyğun olan variantı seçin. A, B, C sıfırdan. Bax, burada görsəm nə yazıb? Sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. A-nın üstünə 4 gələndə B alınır, B-nin üstünə C gələndə 9 alınır. İndi deyir maksimum A plus B plus C x-dir, minimumdakı y-dir. X-dan y-in fərqini tap. İndi bir dənə sözüm. B ilə C-nin cəmi sabitdir. Düzdürmü? Demək biz əslində qalsa maksimum A-dan minimum A-nı çıxmalıyıq. Elə isə A-nın maksimal və minimal qiyməti necə təyin edə bilərik? Bax, burada A, B, C yazdım. B ilə C-nin cəmi 9-dur. B-nin qiymətini ən azı neçə verə bilərsən? 5 verə bilərsən. A-nın qiyməti 1, bu zaman C-nin qiyməti 4 olur. Niyə A-nın qiymətini 1? Çünki sıfırdan fərqlidir. Ən azı 1 verə bilərsən. Yaxşı, bəs B-nin maksimal qiyməti nə olur? C-nin minimum 1 verəsi olsan, B-nin qiyməti maksimum 8 olar. Düzdürmü? Cəmləri 9 edir axı. O zaman A-nın qiyməti də A-nın üstünə 4 gələndə B alındığına görə A-nın maksimal qiyməti 4-dür. 4-ün üstünə 4 gələndə 8 edir. İndi A-nın maksimal qiymətindən A-nın minimal qiymətinin 4-dən biri çıxanda neçə qalacaq? 3 qalacaq. B variantı. Sonra arkadaşlar 24. 24. Bəli. Baxın Aymürcan xanım. 3 dənə ədədin cəmi şəklində 7-ni göstərmək istəyir və yazıb müxtəlif natural ədədləri üçün. Müxtəlif natural dedi. Yəni 0 yoxdur burada. Çünki natural ədədlərdə 0 olmur. 0 əşyalar sayında istifadə etdiyimiz ədədlərdir. Ona nə olur? 1, 2 və 4. Bu üçünün cəmi neçə edir? 7 edir. Aydındır? Bəli. Bizə deyir CDE cəmi də 9-dur. Düzdürmü? Bəli. 9-dur. 9-u necə ala bilərəm? Məsələn, 1 istifadə elədimsə də, o birlər 8 olmalıdır. Düzdürmü? 1, 3 və 5 istifadə etsəm 9 ala bilərəm. Düzdür? Bəli. Çünki nə üçün götürürəm? Ha, buradakı ədədlərdən biri ola bilər də. C ya 2-dir, 1-dir, ya 2-dir, ya da 4-dür. Bu üçündən birini götürəcəm. Yaxşı, C-nin qiyməti 2 olsa, o birlərin cəmi 7 verməlidir. Düzdür? Bəli. 1 dənə 6 ola bilməz, çünki 1-i işlətmişik burada. Bu çoxluqdan ancaq bir dənə edə bilər. Arkadaşım, nə olar? O səsi bağlayın. Hə. 2 ilə 5 də ola bilməz, 2-ni işlətdik. 7 almaqdan ötürü 4 dənə çıxalır, 4 də işlənir. Bu önce 2-dən istifadə edə bilmərəm. Yox, C-nin qiymətini mən 4 götürəsi olsam, o birisilərin cəmi neçə verməlidir? 5 verməlidir. 5 almaq üçün də 2 ilə 3 mənə lazımdır. 2 ilə 3 də ola bilməz. Niyə? Çünki 2-ni burada işlətmişik. Axı burada ABC çoxluğundan ancaq bir dənə ədəd götürməliyik. Ya 1-i, ya 2-ni, ya 4-ü. Nəticə etibarilə burada yalnızca C-nin qiyməti 1 olanda məsələnin həlli olur. C-nin qiyməti də 1 olanda, C-ni 1 yazdınsa da, D-nin minimal qiyməti 3 olacaq. Çünki digər ədəd 5-dir.
Bunları da toplayan 9 olur. Heç sən bizdən D-nin minimal qiymətini soruşur, o da 3-dür. Bəli. Sonra neçə baxırıq? 25. 25. 25 de sonuçta. Ay arkadaşlar çok mutlu oldum ya. Demeyeyim çünkü hiç mutluluk değil bu. AN-i n'ə bölübdür. F alıb. F'i təzədən n'ə vurub A'ya alıbdır. Düzdürmü? F1'dir. A- Nasıl? Yok yok. Yox ay bala. F niyə 1 olsun ki? Bura A'ya yazılmayıb axı. N A'ya olsa F 1 ola bilər. Amma A'ya deyilsə də M F'in 1 olması nədir? Qalır ehtimal olaraq. İndi bax, A'ya deyilsə də F-də 1 ola bilməz. A'dan A'ya çıxdın 0 qaldı. 0 N-ə bölünəndə nə yazırıq bura? 0. Demək B-nin qiyməti nədir? 0. Sonra D-ni gətirib qoyuruq bura. C-ni gətirib, daha doğrusu dedim 0 alındı, C-ni gətirdik. C N-ə bölünəndə B alınıbdır. Deməli, burada 0 alınıb. Hardan bilirəm? C-nə bölünən ədəd deyil. Hardan bilinir bu? Çünki təzədən D-ni gətirib qoyubdur. CD-ni nə böləndə H alınıb. H-ı da nə vurub təzədən CD alıbdır. Yəni, B-nin qiyməti 0-dır. Nə edirsən elə? İndi ən əsas məsələmiz nədir? Burada CD-dən də CD çıxıbdır 0. Burası heç. Aydın məsələ. İndi bax, deyir N-in qiyməti FB-dən kiçikdir. N-in qiyməti FB-dən kiçikdirmi, yoxsa böyükdürmü, o necə təyin edəcəyik? A-yı ədədini 2 ədədin hasili halında göstərəsi olsaq, elə neçə göstərə bilərsən? A-yı 2 rəqəmli ədəddir. Siz nə etmək lazımdır? N-in qiymətini maksimum götürmək. N-dəki natural ədəddir. N-i ən çox neçə götürə bilərsiniz arkadaşlar? 9 değil. Ha? Yox, natural 9. ədəddir. 2 rəqəmli də ola bilər. Ha, Amma tamam. rəqəmləri eyni olmayacaq. 98. Lap götürək 98. Düzdür? 98 götür. Onda H-la nə olacaqdır? F nədir? Deyir, müxtəlif hərflər eyni rəqəmlərə uyğun gələ bilər. Ona görə də nədir? Buna fikir verməyin. Onda F-in qiyməti 1 ola bilər. 1-i 98-ə vurarsan 98 alınır. Düzdürmü? Ha? Bəli. B-nin Hı. qiyməti də 0 olduğuna görə 10, 98, 98 ondan kiçikdir. Ha? Arkadaşım. Deyilmez. Xeyr. Hayır. Yəni N-in FB-dən kiçik olması deyilən bir şey yoxdur. Ola da bilər, olmaya da. Lap başqa bir şey götür. 96 götür bunu. 96 N-i. Yox, vəbşə 48 götürün. Biraz balaca götürüm də. Deyə bilər, siz elə deyin. F-in də qiyməti tutaq ki 2-dir. 2 dəfə 48 olsan, A7 olsun 96. Yəni belə bir ehtimal var da, düzdür? Amma yenə də N48 olanda FB olur 20. NFB-dən yenə də nədir? Kiçik şərti ödənmir. Yəni ona görə də bunun doğru olması mümkündür, amma deyil. Mütləq doğru deyil. F H-dan böyük olanda A-yə CD-dən böyük olacaq. Arkadaşım, A-yə F-in n-ə hasildir. CD də H-ın n-ə hasildir. Təbii ki, F H-dan böyük olsa, A-yə də CD-dən böyük olar. Demək, bu mütləq doğrudur. Sadir n2 rəqəmli ədəddir. Gəlin başqa bir yanaşma qoyaq. A-ni götürüm 72. F-i 8 götürüm, n-i 9. Yaxud da tərsinə. N2 rəqəmli ədəd olurmu? Xeyr. Yəni məcburdur ki, n2 rəqəmli ədəd olsun. Ola da bilər, olmuyor. Olmuyor da. Yəni ona görə bu mütləq doğru deyil. Deyir B bərabərdir 0. B-nin zaten 0 olduğunu başlanğıcda isbat eləmişdik. Burada deyir B böləkdə F. B 0-dır. 0 nədənsə böyük ola bilərmi? Xeyr. 5 də səhvdir. 2 ilə 4 doğrudur burada. Başqa. Nəyə baxırıq? Məsələlərə, ha? Haydi söyləyin görək. Haydi söylə. Rüyalarda gördüyünü. Neçə baxırıq?
8. 8. Aha, baxaq. 3 Bu ədədi sualı cüt başa toplayanda. düşmədim. Nə? Bu sualı başa düşmədim şərtini. Azərbaycan dilini bilməməkdən irəli gəlir. Ay bala. Məsələ burasındadır ki, bax, belə bir mahnı var idi. Deyir, evimizdən bir çıxardıq hər səhər. Baxan görüb deyərdi cüt bəxtəvər. Bu cüt nə deməkdir? Ha? İndi Bu bu mahnıda. 2x-i nəzərdə tutur. Ay Məsələn, bala, 2x plus 2x yoxsa necə? ay Gültac. Cüt nə deməkdir? Cüt. Cüt ədəd, yəni məsələn, onda 2, 4, 6 belə bir şey deyir. Ay Gültac, mən sənin həqiqətən IQ-nun olmağına şübhə ilə Ay yanaşdırıram. 2x-də Ay mən cüt indicə mahnı deyirəm. Mahnıda cüt deyəndə 50-60 nəfər bir evdən çıxır. x, y, x, Ha, y nə x olaraq y ay oxuyur. Gültac, insan kimi. Hərəsini bir dəfə 2 toplayırıq dənə da bu cür. deməkdir. Cüt 2 dənə deməkdir. Mən Hədə cüt ədəd demirəm axı. 2 dənə deyirəm. Cüt deyirəm nə deməkdir? Sən bir dənə cüt sözünün mənasını bilmirsən. aynen x onda onsuz da 2x eləmir Ay toplayanda. Gültac. Ay bala, bir dənə döz. 3 ədədi deyir cüt-cüt toplayanda. Nə demək istəyir sənə? Sənə deyir ki, bax, 3 dənə ədədim var. X var, Y var, Z var. Cüt-cüt budur. X-dan Y-i bir topladın. X-dan Z-i bir topladın. Y-lə də Z-i bir topladın. Cüt-cüt toplamaq bu deyil. Bəli. Sənə deyirəm, mən sual verirəm, Gültac. Mənim verdiyim suala sən cavab vermirsən. Əksəriyyətinizdə var ya, bu ciddi psixi problemdir ki, verilən sualı anlamaq, dinləmək, birinci dinləmək lazımdır. Ondan sonra anlamaq lazımdır. Analiz edib cavab vermək lazımdır. Siz sualı eşitmirsiniz elə bil. Müalicə götürün də ona. Müalicə götürün. İndi bir şey deyim. Zaten cüt-cüt toplayanda bunların hərəsindən 2 dəfə istifadə olunmuş olacaq. Yəni hamısını Ona görə də toplayırsan. bunların cəmini bizdən soruşsa da sadəcə toplayıb 2-yə böləcəksiniz. 20 plus 30 plus 40 bölə 2. Eləcək 45. Bəli. Mən görsəm 13. sən dedim ki, təzə-təzə bir azca düzəlmişdi. İndi qrip oldu, beynin qırışları açılıb uşağın. 13-ə baxırıq. Bəli. O birlər soruşmur. Səncə nəyə görə ümumiyyətlə yaza bilməyiblər? Gəl sənə şükür ki, içində yəni yazdıqlarım var. Dəhşət yazmışam. Mən də qırdım. Ay bala, buna da şükür, buna da min şükür. Görsənmi? Əgər səni danlayıramsa, deməli səndən nəsə gözləyirəm. Kiməsə söz demirəmsə də o insan əslinə qalsa məndən inciməlidir. Niyə? Deməli ondan heç nə gözləmirəm. Mən gözlədiyim adamları danlayıram. Həmişə ki, sən bunu yapamazsın. Bana bunu yapamazsın. İndi bura bax. Sən öz pulundan 100 manat mənə versən, pulum səninkindən 2 dəfə çox olar. Bax, Əlişqa ki var, Əlişqa deyir ki, dostuna, sən mənə 100 manat versən. Bunda nə olur? Əlinin pulu 100 manat artır, düzdür? Bəli. Bəs dostu bədbəxt nə olur? Onun da pulu 2x 100 olur. manat. Ay bala, dostun pulu 2x olmuyor, 100 manat azalır. Hə. 100 Dostu manat buna 100 azalan. manat pul verənə nətər pulu 2x ola bilər? Deyir mənim pulum səninkindən 2 dəfə İndi çox olar. məsələ burada. Ha, Mən hələ bu soruşam da. dostunun puluna nə olur? Hə, hə. Dostum Dostun pulu 100 pulu manat 2x azalan. olmuyor. Dostun pulunu biz 2-yə vuranda əlinin puluna bərabər olur. Dostu kasbladığına görə əlinin pulu bunun pulundan 2 dəfə çox oldu. Dostu da deyir ki, ay səy, sən öz puluna mənə 10 manat verirsən, onda əli 10 manat kasblayacaq. Dostu da nə olacaq? 10 manat varlanacaq. Düzdür? Hı, Mənim bəli. pulum səninkindən 6 dəfə çox olar. Əlinin 6. pulunu 6-ya vurdum. Elədir?
Belədir. Və ən əsas məsələ, ən əsas məsələ burada nədir? Əvəzləmə eləyəcəyik. 50 plus 100 bərabərdir 2 dost minus 200. Düzdür? Yəni yaza bilərsənmi? 2 dostu minus 50-nin pulu bərabərdir 300. Hə? Aşağıdakı tənlikdə də 650 minus neçə? 60 bərabərdir dostu plus 10. Onda da yazmaq olarmı? 650 minus dostu bərabərdir 70-ə. İndi məsələmizin bu hissəsinə ikinci tənliyi 2-yə vuranda 1250 plus yox minus 2 dostu bərabərdir 140 edir. Birinci və üçüncü tənlikləri tərəf-tərəfə toplasam 12 əldən 50 çıxanda 1150 bərabərdir. 2 dost müsbətdir, 2 dost mənfidir. Bunlar getdi. 440. 300-dən 140-ı topladım. 50-nin qiyməti 40 olurmu? Ha? Bəli. Bəli. Və ən gözəli. Ən gözəli bizim sarıdır da. Deməli 50-nin neçə manat pulu oldu? 40 manat. D variantı doğru cavab oldu. Əslində, baxın, şərtdə verilənləri bir dənə riyazi dildə ifadə etmək, formallaşdırmaq lazımdır. Onu formallaşdırandan sonra hər şey nə olur? Çox daha kolay olur. Bəli. Tənlik qurmaq lazımdır sadəcə. Tənliyi də düzgün qurmaq lazımdır. Mənim kimi yox. Yoxsa mənfi cavab alarsınız. Borcu var imiş deməli əlinin. Yaxşı, bir də 18. 18. 15. 15'e baxaq. Hasan Baxın, sal idi, baxın. amma kombinzon idi, nə idi yazamadım. Nə yeyirdilər? Kombinzon idi orada. Kombinzon da öyle Kombinezon, yetdi. bəli. 7 nəfərlik qrupdan 5 nəfərlik qrup yaratmaq istəyirəm. 7 nəfərdən 5 nəfərlik qrup. Kombinezon 7-dən 5. Hə, Bu nədir? 7 faktorial, 5 faktorial, 2 faktorial. 6 dəfə 7. 42 2-yə bölündə 21 alınır. Hə. Sonra 16. 16. Bax, Mina ilə 2 rəfiqəsi gəzməyə gedir. Düzdürmü? Onların 3 velosipedləri var. Və rəfiqələr neçə müxtəlif variantda hərəyə bir velosiped seçə bilərlər. Elə? Bəli. Məsələmiz burasındadır ki, 3 velosiped V1 yazdım, bura V2 yazdım, burada V3 yazdım. Arkadaşlar, hələ ki qızlar velosipedə minməyiblər. Onda birinci velosipedə neçə versiyamız var? Birinci velosipedə talib olan neçə qızımız olur? 3 dənə. 3 qız var. Yaxşı. Qızlardan biri birinci velosipedi götürdü, getdi. 2 qızımız qaldı. İkinci velosipedə neçə nəfər talibdir? 2 dənə. 2 talibi var. Bunlardan biri də bunu götürdü, getdi. Üçüncü velosipedə neçə talib qaldı? Bu da 1. 1. 1. Heç nə. 3 vuraq, 2 vuraq, 1. Bu da neçə? 6. Demək 6 üsulla bunlar velosipedə minə bilərlər. Sonra. Bu qədər asan imiş bu. Bəli. Hətta çıxıb getməkdən də asandır. Amma mənim 18-ə də baxında nə olar? Baxaq da. Bax, bu frəngiz ki var ha. Bu frəngizin 3 köynəyi var, 6 ətəyi var, 3 cütdə tuflisi var. Hər kombinasiya köynək ətək və bir cüt tuflidən ibarətdirsə, o geyimi neçə fərqli kombinasiyada düzəldə bilər. Tufli mufli deyəndə həmişə yadıma Sakit Samedov düşür. Tanıyırsınız da yəqin ki. Kim tanıyır? Heç kim tanımır. O cür fenomenal şəxsiyyət tanımırsınız. Arkadaşım, bu adamın 3 köynəyi var. 3 köynəkdən birini seçməyi hansı birləşmələr nəzəriyyəsi elementindən istifadə etməklə həyata keçiririk? Kombinezonla, kombinezon 3-dən 1. 3 dənədən birini seçsən.
Kombinezon 3-1 nəyə bərabərdir? 3-ə. Ümumiyyətlə kombinezon n elementli çoxluğun bir elementli alt çoxluğun sayı elə n-ə bərabərdir. Məsələn, 3 elementli çoxluğun bir elementli alt çoxluqları 3-ə bərabərdir. 5 elementli çoxluğun bir elementli alt çoxluqları 5-ə bərabərdir. O birisi ətəyi seçmək kombinezon 6-dan 1-dir. 6 üsulla. Tufliyi seçmək də kombinezon 3-dən 1-dir. Bu da eləyir nə? 3 üsul. Elədirmi? Hər kombinasiya köynək, ətək və bir cüt tuflidən ibarətdirsə də. İndi baxın arkadaşlar. Köynəklərin sayı, vuraq ətəklərin sayı, vuraq tuflilərin sayı. Neçə eləyəcək? 54 eləyəcək. Bəli. Heç nə. Neçə kombinasiyada düzəldə bilər? 54 dənə. Deyə bilərsiniz, bu necə olan bir şeydir? Yəni, niyə vurduq? Gəlin sizə sadə bir şey deyim. Məsələn, tutaq ki, 3 dənə köynəyiniz var. Bax, bir dənə nədir? Qırmızı köynəyiniz var, bir dənə ağ köynəyiniz var, bir dənə qara köynəyiniz, göy köynəyiniz olsun. Qara olmasın. Niyə? Çünki qırmızı ilə qaranı qarışdıracaq. Bax, 2 dənə də şalvarınız olsun. Ya və ya da bir dənə ətəyiniz olsun, bir dənə şalvarınız. İndi bunları geymək lazımdır. Qırmızı köynəklə bir dəfə ətək geyinərsiniz, bir dəfə şalvar. Elə? Sonra ağ köynəklə bir dəfə ətək giydiniz, bir dəfə şalvar. Göy köynəklə bir dəfə ətək giydiniz, bir dəfə şalvar. Neçə dəfə bu geyimlə düzəldə bildiniz? 6 dəfə. Elə? Qırmızı köynəklə ətək, qırmızı köynəklə şalvar, ağ köynəklə ətək, ağ köynəklə şalvar, göy köynəklə ətək, göy köynəklə şalvar. Deməli, sizin nəyiniz var idi? Bir dənə ətək, bir dənə şalvar. Bəs neçə dənə köynəyiniz var idi? 3 dənə. Bunu necə əldə elədik? 3 vuraq 2, üsulla 6. Yəni, geyimlərin hərəsindən bir dənə seçilirsə də, o zaman onların saylarını sadəcə bir-birinə vurub neçə müxtəlif kombinasiya düzəldə biləcəyinizi müəyyənləşdirə bilərsiniz. Bunları siz əslində qalsa məndən daha yaxşı bacarmalısınız. Anacığım, xüsusən də sən. Eləmi? Niyə? Niyə Həm xüsusən mən ay müəllim? arada bir uşaqlara kombin eləməkdən falan konuşuyorsun da ondan. Hə, neçəyə baxırıq? Müəllim, kombinezon n-dən 0-a 1-ə bərabərdir. Bəli, bəli. Heç nə götürməsən bir sol eləyəcək də. Yəni belə deyim də, heç nə geyinmədən də çölə çıxmaq bir üsuldur. Neçəyə baxdıq? Şəkildə 9 var. Şəkildə 9 var. 9. Ay arkadaşım, bu konkret hesablamadır. Baxın, burada bir dənə, burada 3 dənə, burada da 3 dənə qara dama var. 1 vuraq, yox, 1 üstə gələ 3 plus 3 neçə eləyir? 7. Görs, burada 7 dənə qara damamız var. Burada 4, burada 2, burada 1 dənə qara dama var. Burada 9 imiş. Arkadaşım, səhv saydım burada. 7 deyil, 9 da onda vurma ilandı. Vurma ilə. Vururdum, prosto gözümə az dəydi. İndi baxıram ki, yox. Düz şey hesablamam. Bax, 1 vuraq, 3 vuraq, 3 neçə eləyir? 9. 4 vuraq, 2 vuraq, 1 neçə eləyir? 8. Yaxşı ki, sodan burada saydım, ha. Yoxsa kaş olasıydı. İndi baxın, burada 2-dir, burada 2-dir. Burada da nədir? 2, 4, 4 dəfə 3, 12 dənə. Düzdür? 2-ni 2-yə vuranda 4 edir. 4-ü 3-ə vursaz 12 edir. Düzdürmü? Deyəcəks, bəs aşağıdakı nədir? Maraqlı o ki, aşağıya Toplama. toplamaymış. 1 plus 4 plus 2 edir neçə? 7. Bayaqdan 7. 9-u 7 gördüm. 7 burada var imiş. 3 plus 1 plus 2 görsün yenə 6 edir. 3 plus 2 plus 3 edir 8. Qəşəng. Yuxarıdan aşağı toplama, soldan sağa vurma. Sonra 13. 13.
Qanunuğunu müəyyəndir və boşluğa uyğun olan variantı seçin. Baxın. Burada gördüyünüz kimi bu hissə qopdu. Sonra bu hissə qopdu. Nə alındı bu? Bu hissə qopdu. Sonra bu hissə qopub. Nə alındı bu? İndi bu hissə qopub. Məntiqlə nə olmalıdır? Bu hissə qopmalıdır. Onlar qopandan sonra ortada nə qalacaq? Bax, bu hissə qalacaq. C variantı. Bəlkə heç nə qalmır. Heç nə qalmayan variant yoxdur axı, Aygültac. O da bir versiya idi, düz deyirsən, amma yoxdur axı elə bir variant. Sonra 22. 22. A, A. Bir de görüm A arkadaş. Bura bax. Bax F ilə O-dan nə alınır? O ilə F-dən G alınır. Düzdürmü? Bəli. P ilə nədən F alınır arkadaşım? P ilə F alınıb H-dan. Deməli buradan nədir? H-dır. H ilə P-dən F alınır. Bəs G ilə nədən H alınıb? Çünki niyə? F-də. Bu dairəvi mötərizədən, bu dairəvi mötərizədən H alınmalı ki, H ilə P-dən də F alınsın. İndi bax. C ilə H alınıbdır F-dən. Deməli, buradan F çıxmalıdır. Bəs P ilə nədən F alınır? P ilə F alınıbdır H-dan. Deməli, sualın yerində H olacaq. Özdə diqqət edirsiniz arkadaşlar. Bəzən Dövlət İmtahan Mərkəzinin qəbul sualı axıra qədər getmədən də elə şeylər çıxır ki ortaya. Onu seçəndə də doğru cavab olur. Məsələn, bax, burada heç bu dərinə getməmişdən də H alınmışdı, düzdür? Ona görə bəzən bu çal uşaqlar gedirlər, bilmirlər, yarımçıq gedib doğru cavabı alırlar. Adam nətər yanır tökülür. Deyirsən, mən bundan ötürü baş sındırmışam, sən də gedib atıbsan düz cavab çıxır. Neçəyə baxırıq? Maddedə baxaq. Qurtardı da. Hə, modelə. Market ictimai. Hə, modellərdən baxışın səni əvəz eləmir. Neçə model nərdədir? Modellərdən baxışın 11 idi elə. Bəli. Aha, açdım bunu. Kaça bakıyoruz? 9. Arkadaşım, yazıb dərə, çala. Dərə bilirsiniz nədir? Ha? Bəli. Dərə o belə su axan yerdir. Su da axa bilər. Yəni, belə deyim də, dərə dərinliyi olan bir yerdə, dağların zadının arasında uca dağlar, gen dərələr, ürək açan mənzərələr, ceyran qaçar, cüyürmələr nə çoxdur. Yaylağın, oylağın sənin, aranın yaylağın sənin demişdi, eləmi? O vaxt Səməd Vurğun. Bax, orada dərələr, dərə bilirsiniz, çayın axdığı yer də dərədir. Ola bilər, düzdür. Elə? Çala otdur da müəllim. Bəli? Çala da otdur. Halına Yəni da. dağda elə çala var, dağda da təpədir də. İndi bax, çala isə çala yamadır. Yəni Gəncədə çala çoxdur. Çala nədir? Balacadır. Dərənin balacasıdır. Dağ böyükdür. Təpə də onun balacasıdır. Yəni dərənin balacasına çala deyirik, dağın balacasına da təpə deyirik. Eləmi? Bilmirdim, yeni öyrəndim. Hə, Dağın deməli balacasına təpə deyilmiş. təpə Dərənin bəs. balacası nətər çala olur? Onun Ay bax, çala anlam. bilmirsən nədir? Bax, Çala kol çala ay döyülür, bax, kol yəni. çalı türk dilində çala deyirəm, çala, kol yox. Çala, şey, e, yama. Yama bilirsən nədir? O maşın zad düşür ha arada bir. Hə, bildim, hə. Çala o da Azərbaycanca onun adı çaladır. Bəli. Mən qaya yazmışdım ki, çalanı ot mənasında fikirləşmişdim. Dağda da qaya var deyə düşünmüşdüm. Hətta eşitmirsən, o vaxt deyirdilər Namiq çala çıxırlı. Eşitməmişdin?
Uşaq bilmir ki, Namiq kimdir? Korifey sənətkarımız. Deyir. Ya, Tanımırsan? tanıyıram, elə dedilər bilmirdim. Hə, davam edin. Neçəyə baxırıq? 12. 12. Deyir. 10. Çox qəşəng bir sualdır, qoy yazaq. Bax, burada həftənin günlərini yazıram. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günündə çeşmə başında, cümə axşamı, cümə, şənbə və bazar. Bizə nə deyir? Deyir, dünən bazar ertəsi deyildi. Dünən bazar ertəsi deyilsə, demək bu gün çərşənbə axşamı deyil. Çünki çərşənbə axşamından əvvəl bazar ertəsi gəlir. Sırağa gündə çərşənbə deyildi. Sırağa gün çərşənbə deyilsə, bu gün cümə deyil. Çünki cümədən əvvəlki gün cümədən əvvəlki gündən əvvəlki günə sırağa gün deyəcəyik də. O çərşənbə günə düşürsə də, deməli sırağa gün çərşənbə deyilsə də bu gün cümə deyil. Sabah cümə axşamı deyilsə, bu gün çərşənbə deyil. Çünki çərşənbədən sonra cümə axşamı gəlir. Sabah yox, o biri gün şənbə deyil. Demək onda bu gün cümə axşamıdır. Cümə axşamının sabahı yox, o biri gün nədir? Şənbədir çünki. Deyir, dünən bazar deyildi. Dünən bazar deyilsə, bu gün bazar ertəsi deyil. Çünki bazar ertəsindən əvvəlki gün bazardır. Sabah da bazar olmayacaq. Bu gün şənbə deyil. Çünki şənbədən sonraki gün nədir? Bazardır. Demək, bu gün hansı gündür? Bazar. Gördünüz? Bəli. Kaça bakıyoruz? 14. 13. Deyir, hər biri 6 oyuncudan ibarət 2 voleybol komandası xatirə şəkil çəkdirirlər. Niyə? Soğuxsunlar ki, bir xatirə qaldı səndən. İki komandadan biri qabaqda, biri arxada olmaq şərtlə neçə fərqli şəkil çəkdirə bilər? Gəlin belə götürək. İki komandanın yer dəyişməsi iki cür ola bilər. A komandası arxada, B qabaqda, yaxud da B komandası arxada, A komandası qabaqda. Bu iki üsuldur. Bundan əlavə, hər komandada 6 nəfər var. 6 nəfərin yer dəyişməsi 6 faktorial üsulla olur. A komandasında da yer dəyişmə 6 faktorial üsulla olur. B komandasında, çünki hərəsində 6 nəfər var. Ümumilikdə şəkillərin sayı o zaman nə olacaq? 2 vuraq 6 faktorial, vuraq 6 faktorial. Bu da E variantında göstərilir. Gördünüz? Bəli. Sonra arkadaşlar, kocam 14. utandılar yoksa yok. Aha, deyin görüm. Deyin, utanmayın, deyin. 14. 14. Hə, utana dedinlər Gültaç. Ya da Yox. utanmırsan. Aha, bu uşaq Niyə bizi niyə bərkiləyir. elə? Əvvəl elə qəşəng uşaq idi ki, söz deyəndə qıpqırmızı olurdu. Hə, Yəni belə svetofor bilirəm şey, ki, lakmus kağızına oxşuyurdun Gültaç əvvəl. İndi artıq reaksiya zad vermirsən. Ya da şeydir, o qədər istifadə olunub ki, indikatorumuz nə olub? Effektivliyi xarab ol. xarab olub. Bax arkadaşım, həssaslığı ölübdür. Bunu çünki hər dəfə sizə izah eləyəndə mən deyirəm ki, ay bala, bunu izah eləyirəm, amma gələn dəfə işləyə bilməyəcəksiniz. Və hər dəfə də mən dediyimi doğru çıxardırsınız. Maşiniklər. 3 eyni gücə malik 3 işçi birgə işə başlayır. Güc nə olur? Hərəsinin gücü x-sa da 3 nəfərin gücü 3x olur. İşin Bəli. yarısı yerinə yetirildikdən sonra işin yarısı nə qədər? 2də 1. Bəli. 2də 1-ni 3 nəfər görsə nə qədər zaman sərf edə bilər? 1 bölək 6x. Hə. Geriyə qalan işin yarısı, işin 4də 1-i. Burada 2 işçi qaldı. Çünki işçilərdən biri intihar elədi. Böldüm. Bu nə oldu? 8x-də 1 oldu. Sonra qalan işi üçüncü işçi tək yerinə yetirdi. İndi bura bax. Üçüncü işçi tək qalıbdır. İşin nə qədər qalıb? 2də 1-i gedib, 4də 1-i gedibsə 4də 1-i qalır. Çünki hamısını toplayanda bütöv iş olmalıdır. 4də 1 də x-a böləndə nə alınır? 4x-da 1. Elədirmi? Bəli. Aha, əla.
Deyir ki, bütün iş 52 günə yerinə yetirildi. Bu 3 dənəsini toplayanda 4x-1 üstə gələk 8x-1 üstə gələk 6x-1 bərabər olmalıdır. Nəyə? 52 günə. Elə ya da ki belə eləyək də. İşi çox da birbaşa belə də yaza bilərik. Ümumi amma yaza da bilərsiniz 52 gün. O da problemdir. Gəl birinci eləcə toplayaq. Bu üçün ortaq məxrəc neçə? 24x elə deyilmi? 24x deyib 2x yazdım. 24 4-ə 6, 8-ə 3 9, 6-ya da bölündü 4 13. İndi baxın. Bizə deyir ikinci işçi neçə gün işləyib. Bax burada işləyibdir birinci, ikinci və üçüncü işçilər. Burada birinci işçi intihar edib, ikinci işçi ilə üçüncü işçi qalıb. Burada da ikinci işçi də ölüb, təkcə üçüncü işçi qalıb. İkinci işçi burada və burada varsa da, demək 6x-1 ilə 6x-1 ilə 8x-1-i toplayıram. Bu eləyir 24-də 24x-də neçə? Arkadaşlar neçə eləyir? 4 ilə 3 7. Məxrəclər eyni olduğuna görə sən yaza bilərsən 13-ə 52 uyğundursa da. Çünki demişdim bunların hamısı nədir? 52 günə görülür. 7-yə neçə uyğundur? Bir dənə A kəmiyyəti. A-nın qiyməti nə olacaqdır? 52-ni vuracaqsınız 7-yə böləcəksiniz 13-ə. 4 dəfə 7 edəcək 28. Deməli nə olacaqdır? İkinci işçi 28 gün işləmiş olacaq. 13'e 52 niye yazdı orada? Abi bu 24'te 13 yazmadım da 24'te 13 əslində qalsa 52-dir. Sadəcə məxrəclər eyni olduğuna görə tənasibi quranda məxrəcləri Hı, əlaqədar elədim. tamam. Yaxşı sual idi. Sonra neçəyə baxırıq? 16. 16. Arkadaşım 15 tələbənin olduğu Alman dili qrupundakı tələbənin orta yaşları 20 tələbənin olduğu İngilis dili qrupundakı orta yaşdan 6 bay çoxdur. Baxın. İngilis dil qrupunda 20 tələbə var. Orta yaşlar nə qədərdir? X-dir. Alman dilində də bundan 6 vahid çoxdur orta yaş. X plus 6-dır. Eləmi? Bilirsiniz ki, orta yaşlı tələbələrin sayına vuranda yaşların cəmi alır. Burada deyir, hər iki sinifdə tələbələrin yaşlarının cəmi bərabər olduğuna görə. Bunu da bərabərləşdirdik. Onda nə olur? 15x üstə gələk 90 bərabərdir 20x-a. 5x bərabərdir 90, x bərabər olur neçə? 18-ə. Oldu? Oldu. Evet. Hı -hı. Yirmi altı. Hə, arkadaşlar, mütləq onu atacağım. Da gözüm. Heç olmasa 12-ni yarısı eləyək, Ümid. Hə. 26. 17. 17. Bu dəqiqə. Bu qəşəng sualdır. Arkadaşım, diaqram metodundan göstərim, yoxsa diaqramın işlənməsi metodundan? İkisində diaqrama gəlib çıxmış olacaq. Yəni, diaqram çəkməyimə ehtiyac var, yoxsa eləcə göstərim, ədədlərlə işləyim. Bilmiyorum. Diyagram diyende neler diyagram? Belə da, Yolu belə da. diaqram. Ha, Və her şey neler rahat sevgiliniz. arkadaşım, bir dənə sözüm. Bura yazam Celsius şkalası, burada yazam Fahrenheit şkalası. Düzdür? Deməli, Evet. arkadaşlar, deyir, üzən buzun temperaturu 32 dərəcədir. Biz bildiyimiz kimi üzən buzun temperaturu neçə dərəcə götürülür Celsius şkalasına? 0. Fahrenheitdə nə qədər götürülür? 32. Suyun qaynama temperaturu Celsius şkalasında nə qədərdir? 100. 100. Bəs Fahrenheitdə nə qədərdir? 213. 212. Halaldır, əla. İndi deyir, Celsius şkalası və Fahrenheit şkalasında üst-üstə düşən temperatur dərəcəsi varmı? Gəlin götürək burada x, burada x. Niyə ikisində x götürəm? Bərabər olduğuna görə.
Hə, Buradan bura temperatur nə qədər dəyişir? 100 artır, düzdür? Buradan bura nə qədər artır? 180 artır. Elədirmi? Ha? bəli. Bəli. İndi məsələmiz burasındadır ki, buradan bura götürəsi olsaq, bu çətin olacaqdır bizdən ötürü. Onun ki, ən yaxşısı bilirsiniz nədir? Buradan bura artımı götürək. Buradan bura artım. X qədər artıb, düzdür? Ha? Bəli. Onda buradan bura qədər artımı nə götürəcəyik? X minus 12 32 olmalıdır ki, istəsəz buradan da götürə bilərdim. Ha, gəlin sizə diaqramda öyrətdiyim kimi gedim. Çünki deyəcəz buradan götürəndə nə təyir? Bax, buradan bura qədər x minus 100 artım var, elə deyilmi? Çünki Bəli. bunun üstünə x minus 100 gəlsən x alır. Onda bu da neçə olacaq? X minus 212 artım, 110. elədir? Və yadınızda sənə demişdim, çarpaz vuruq, bunlar bərabər olur. Elədir? Bəli. Onda nə olur? 100x minus 21200 bərabərdir. Deməli 180x minus neçə? 18000. Elədir? Bəli. Ədədlər biraz yekə gəldi, ha? Hı, İstəsəz birazca balacalaşdıra bilərik. Məsələn, necə? 10-a yaxud da 100-ə ixtisar edə bilərik. 2 dənə sıfırını gəlin silək buradan. Bu olacaq 1,8, düzdürmü? Buradan 2 dənə sıfırı sildik. Və 1,8 x-dan 1x-i çıxanda 0,8x qalır. bəli. 212-dən də burada 180-i çıxanda neçə qalmış olacaqdır? 32 eləyəcək. Onda Bəli. x-in qiymətinə 32-ni özdə necə şey olacaq Hı, arkadaşlar? Bunu bu tərəfə gətirsən deyə bu mənfi olacaq. Çünki niyə? Mənfi 180-i bu tərəfə gətirsən. Mənfi 180 müsbətə çevrilmiş olur. Qoy burada ədədi düzəldim. Mən modullar çıxdım, işarəni yazmadım. Deməli, buradakı x-i bu tərəfə gətirdim. Bu oldu mənfi x. Mənfi 180-i bu tərəfə gətirin, oldu müsbət 180. Bu da mənfi 212-dir. Ona görə mənfi 32 qalmalıdır. Alınır mənfi 40. Bu da nə deməkdir? Mənfi 40 Selsi dərəcə ilə mənfi 40 Fahrenheit bir-birinə bərabərdir. bu qrafik üsulla gedirdi, yadımdan Hədə bu çıxmışdı. da qrafikdir. Qrafikin prosta izahını belə vermişdim də. Bəli. Elə bil Qrafik çəkməyəndə, Aha. qrafik görməyəndə adam şəkildə, ona görə elə bil qrafik deyil. Qrafikdə elə bil belə eləyəcəksən da. X oxunu götürsən Selsi şkalası kimi, Y oxunu da götürsən Fahrenheit şkalası kimi. Belə bir qrafik çəkirsən. Bura 0-dır. Bura 32-dir. Burada nədir? 212. Burada olsun 100. Qrafikin buradan başlayır. Çünki burada bu Selsidə 0 olanda Fahrenheitdə nə olub? 32. Və Bəli. burada Selsidə 100 olanda Fahrenheitdə 212 olubdur. Bu qrafikin elə bil izahına baxırıq. Və geriyə baxanda ikisinin də nədir? Mənfi 40 olduğu qiymətlər üst-üstə düşür. Saçın qurutdular. Sonra 26. 26 baxaq. Bu birazca məntiqsizdir. Nə mənada? İndi sizə deyim də, başqası olsa deməzdim, sizə deyim. Bax, görürsüz ki, bax bu boz hissəni belə qatlayıbdı yuxarıya. Düzdür? Bunu da qatlayıb aşağıya. Və bunun da bozunu bu içəri qatlayıb, bunun da bozunu bu içəri qatlayıb. Düzdür? Ondan sonra nə olubdur? Çox güman ki, bunu davam etdirib, bunu yuxarıya qatlayıb.
bunu yuxarıya qatlayıb, bunu içəri qatlayıb, bunu içəri qatlayıb. Burada qatlama güzgü simmetriyasına çevrilməyə əsaslanıb. Ona görə də doğru cavabımız D variantıdır. Amma siz sırf qatlama kimi götürürsünüzsə də, bəlkə bu qaranın arxa tərəfi boz rəngdir. Yəni burada olan hissələrə görə adam ondan şübhələnir. Yaxud ağ rəngdə orasını bilmirik. Amma bir məsələ var ki, simmetrik çevrilməklə götürəndə D variantı alınır deyə çox da nə eləmirik, özümüzü çətinə salmırıq. Mən Y yazmışdım. E variantında problemimiz nədir? Bax, burada üç bucaqlar yoxdur. Aydındır mı? Bəli. Hı hı. 31 8. mənim. Neçə? 28. 28, yaxşı. Aşağıda ilk iki şəkil arasında münasibətdən istifadə edərək üçüncü şəkil əsasən sual işarəsinin yerində olacaq şəkil tapın. Ay arkadaşım, burada nə baş veribdir? Bu balaca ağ dairə ilə bu balaca qara dairə yerini dəyişib. Onda bu balaca qara dairə ilə bu balaca ağ dairə yerini dəyişəndə yuxarıda ağ dairə, aşağıda qara dairə olacaqdır. Balaca və bu A variantı səhvdir, B variantı səhvdir, D variantı səhvdir. Belə olur. Sonra bu yekə dairə gəlib bura. Bu balaca dairə də bunun yerini tutubdur. Bu orta dairə də, daha doğrusu bu orta dairə bunun yerini tutub, balaca dairə də aşağı düşüb. Yəni yuxarıdakı iki dairə bir addım aşağı düşüb, ən aşağıdakı dairə də yuxarı qalır. Bax, bu dairə bura, bu dairə bura keçəcək, bu aşağıdakı dairə də bura keçəcək. Onda nə alınır? C variantı alınırmı? Alınır. Bəs 30-da 30-da, qoca 30 hardadır? Pələngin 4 ayağı var, toyuğun 2 ayağı var, ilanın 0, pişiyin neçə ayağı var siz tərəfdə? 4. Ay, sağ ol, düzdür. 32. 32. 31 də var mənim. 31 də var. Arkadaşım, bax 5, 2 xəttə vurdun 10, 3 xəttə vurdun 30, 1 xəttə vurdun, x oldu 30. Eləmi? Xəttlərin sayına vura-vura gedirik. Bax 5 idi, 4 xəttə vurdu 20. Bunun 2 xəttə vurdun 40. Başa düşdüm mənim. Ay, sağ ol. Sonra 32. 32. Aşağıdan yuxarı ədədləri düzəldim. Bura baxın arkadaşım. Burada yazılan ədəd 885-dir. Burada yazılan 295-dir. 885-i 295-ə böləndə 3 alınır. Burada 973-dür. Burada da 139-dur. Böləndə 7 alınır. 984 də 492-yə böləndə 2 alınır. 35. 30 neçə? 30. 33. 3 dediniz elə. Bəli. Burada ədədlərin kublarla kvadratlarını çıxacağız. Bax 5-in kubu 125, kvadratı neçədir? 25. Çıxanda 100 qalır. 2-nin kubu 8, kvadrat 4. Çıxanda 4 qalır. 6-nın kubu 216, kvadratı neçədir? 36. Çıxanda 180 qalır. Bunları toplayanda 284 edir. Eləmi? Prinsip aydındır. Bəli. Sonra 35. 35. Bax, lay, yal. Yal, lay. Bunlar sırf. Birinci, bir-birindən çıxanda ədədləri, iki də tərs ədəd çıxanda ortadakı rəqəm mütləq 9 olurdu. Düzdürmü? Və birinci ilə sonuncu rəqəmin cəmi də 9 olmalıdır. A da deməli 6-dır. A 6-dır. Y da neçədir? 9-dur. Y 9. İndi L-dan 9 çıxıb 3 alırsa, L-nın qiyməti neçə olmalıdır? 2 olmalı deyil. Bəli. Belə olmalı. Bəli.
Göz adi prinsiplə həll olunan məsələdir arkadaşlar. Diqqətli olun. Belə şeylərdə səhv eləməyin. Sonra neçəyə baxırıq? 40. 40, 41. 40 bəli. Bəli. Bax, toplayın 4-ə vurun da. 5 ilə 8, 13, 4-ə vuranda 52. 7 ilə 2, 9, 4-ə vuranda 36. 9 ilə 6, 15, 4-ə vuranda 60. Aydındır? Bəli. Bəli. Sonra 41. 41. Olamaz. Bunu yapamazsınız. Ay bala. Bax, 6, burada da 2 yazıb. A üstü B nə deməkdir? 6 üstü 2, yəni 36. 36 dairə 1 də həll eləyəndə 36-nın üzərinə gəlirsən, 2 dəfə 1, 2, bir dəfə də 2 gəldi, nədir? 40. İndi 3 üstü 4, A üstü B, 3 üstü 4 isə, yəni 81-dir. Dairə 1, həll eləyəndə. Deməli, 81 üstə gələk 2B. 1-i 2-yə vuranda 2, bir dənə də 2 gəlsin üstə, elədir 85. İndi 40 ilə 85-in arasında dairə var. 40 dairə 85 həll edəndə. A-nın, yəni 40-ın üstünə gəlib 2 vuraq 85. Üstənə neçə gəlməm? 2. 170, 40, 210, 2 də gəndə 212 edir. Aha, sonra 45. 45. Arkadaşlar, bu müəssisədə neçə nəfər var? 19 kişi var belə toplayanda. 21 də qadın oldu, düzdür? Cəmi neçə nəfər oldu? 40 nəfər. Bizə deyir 25 yaşına kişilərin sayı. Yaş 25 olan kişilərin sayı neçədir? 5. 40 360 dərəcədirsə də, o zaman 5 neçədir? X. X-in qiyməti hesabı 5'i 360'a vurub 40'a böləndə 45 dərəcə alınırmı? Alınır. Düzgün cavab nədir? E variantı. Qırx səkkiz. 48 baxaq. Yuxarıda bir nəfər, ay arkadaşım. Burada bir dənə söz deyim. Bundan ötürü beyin işlətməyə də ehtiyac yoxdur. Bax, 0-cı ayda 150 manatı var idi. Bir ay keçəndən sonra 300, ondan bir ay keçəndən sonra 450, ondan bir ay Aya 600. 150. Aya 150 artır, düzdür? Sədir 10-cu ayda. Bunu başlansa 150 manatı var idi. Üstünə də nə gələm? 10 dənə 150 manat. Nə olur? 1650 manat eləyir. Yəni özünüz də yəqin ki, hiss elədiniz ki, yəni kifayət qədər rahat bir tapşırıq idi işləmək üçün. Sonra sonra başqa. Sualınız bitdi. Əyləncəli idi arkadaşlar. Anacığım, sən nəsə demək istəyirdin, buyur. Bəli, müəllim, əyləncəli. Çox gözəl. Doyunca əylənin. Dərslərinizə əməlli hazırlaşın arkadaşlar. Özünüz bilirsiniz ki, bu suallar hər dəqiqə qarşınıza çıxa bilər. Eyni zamanda bunun özü də olmasa əmisi oğlu çıxır. Ona görə də nə edin? Suallarla yaxşı tanışlıq qurun ki, imtahanda sizin daydayınıza çevrilsin həmin suallar. Sonra da probleminiz olmasın. Yaxşımı? İndi əgər sualınız yoxdursa da o zaman bir daha tənəffüs edək. Tənəffüsdən sonra 10-15 dəqiqədən sonra yenidən görüşürüz bu dəfə informatika dərsində. Olurmu? Bəli. Hə. Bay bay, hələlik.